Pələnglər heyvanlar aləminin ən sirli və qorunan növlərindən biri sayılır. O, pişiklər fəsiləsinə aiddir və təbiətdəki bütün böyük heyvanlar arasında ən güclü yırtıcılardan biridir. Yetkin pələngin çəkisi 300 kiloqrama qədər çata bilər. Pələnglər əsasən Hindistan, Nepal, Bhutan və Rusiyanın soyuq Sibir meşələrində yaşayırlar. Onlar rəngarəng meşələri, otlaqları və xüsusilə də su kənarlarını sevirlər. Çünki pələnglər sudan qorxmayan, yeganə böyük heyvanlardır və çox yaxşı üzürlər. Onun parlaq narıncı xəzi üzərində qara zolaqlar hər pələngdə fərqli olur. Bu zolaqlar ona meşənin kölgə yerlərində gizlənməyə, yəni kamuflaj olmağa kömək edir. Pələnglər tək başına yaşamağı sevir və hər biri öz ərazisini qoruyur. Bu ərazilər çox geniş ola bilər və heç bir pələng icazəsiz başqasının ərazisinə daxil olmur. Pələng ət yeyən yırtıcıdır və əsasən maral kimi iri heyvanları ovlayır. Pələngin nərəsi çox güclüdür. O, öz səsini 3 kilometr uzaqlığa çatdıra bilər. Təəssüf ki, pələnglər hazırda nəsli kəsilmə təhlükəsi altındadır. Çünki insanlar onların yaşayış yerlərini məhv edir və onları qanunsuz yollarla ovlayırlar. Bu səbəbdən dünyada bütün insanlar pələngləri qorumaq üçün böyük səylər göstərirlər.